Salam, hər vaxtınız xeyir olsun. Real intervyuda müzakirə vaxtıdır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb. Təbii ki, bu sənədlərin imzalanması iki tərəfli münasibətlərin daha da dərinləşdirilməsini özündə ehtiva edir. Eləcə də strateji tərəfdaşlıq haqqında da sənəd imzalanıb. Elə biz də Real intervyuda bu barədə danışacağıq. Qonaqlarım millət vəkilləri Ceyhun Məmmədov və Aydın Hüseynovdur. Hər ikiniz xoş gəlmişsiniz. Hər ikinizi salamlayıram. Ceyhun mənim, öncə sizdən başlamaq istəyirəm. Bu səfərin siyasi əməkdaşlığını öncə necə xarakteriz eləmək olar və necə qiymətləndirmək olar? Belə, bu səfərin çox böyük siyasi əhəmiyyəti var. Biz nəzərə almalıyıq ki, son illər Çin sürətli formada bütün istiqamətlərdə potensialını artırmaqdadır. Və getdikcə Çin dünyanın super gücünə çevrilir bütün sahələrdə demək olar ki. Yəni, bu özünü siyasi sahədə də göstərir, iqtisadi sahədə də göstərir, hərbi müstəvidə də göstərir. Və o baxımdan bugün Azərbaycan-Çin əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Bu, həm Çin üçün önəmli bir səfərdir, yüklərin daşınması baxımından, kommunikasiyalar baxımından. Azərbaycan üçün də önəmlidir. Yəni, biz bunu imzalanan sənədlərin nümunəsində də görürük. Yəqin ki, biraz irəlidə danışacağıq. Bu, eyni zamanda Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycana göstərilən etimadın, Azərbaycanın artan nüfuzunun göstəricisidir. Yəni, Çin kimi bir güclü dövlət, inkişaf etmiş bir dövlət, super gücə malik bir dövlət Azərbaycanla əməkdaşlığa önəm verir. Azərbaycan Prezidenti ekranlardan da gördüyümüz kimi ən yüksək səviyyədə qarşılanır. Onun özü də, ailəsi də onlara böyük diqqət göstərilir və Cənab Prezident demək olar ki, bugün bütün Çinin rəsmi şəxsləri ilə görüşlər keçirdi və bu görüşlərdə də qarşılıqlı fikir mübadiləsi ifadə olundu. Azərbaycanın mövqeyi dəstəkləndi, Azərbaycana dəstək bir daha özünü açıq şəkildə göstərdi və bu özünü növbəti mərhələlərdə də açıq-aydın göstərəcək. Yəni, investisiyaların yatırılmasında, indi orta dəhliz, bir kəmər, bir yol layihəsi və digər layihələr müstəvisində də biz bunu görəcəyik və burada imzalanan sənədlərə biz baxanda eyni zamanda demək olar ki, bütün sahələrdə tərəflər əməkdaşlığı gücləndirməyi planlaşdırırlar. Yəni, elm sahəsindən tutmuş, təhlükəsizlik olsun, iqtisadi sahə olsun, alternativ enerji və digər sahələrdə olsun. Bu, hamısı özünü göstərir və biz xatırlayırıq ki, bir neçə gün bundan öncə Cənab Prezident Çinin mediasına da müsahibə vermişdi və burada xüsusi qeyd etməliyik ki, Çin lideri ilə Cənab Prezidentin də bir dostluq münasibətləri var. Onlar dəfələrlə görüşüblər və bir-birlərinə olan inamlarını, bir-birlərinə olan dəstəklərini ifadə ediblər. Və təbii ki, siz də biraz öncə qeyd edildiniz ki, bu siyasi əlaqələrin möhkəmləndirilməsi digər sahələrin də daha da genişləndirilməsini bir qədər də əhatə eləyəcək və burada əsas məsələ Aydın mənim iqtisadi əlaqələrdir. Çünki biraz öncə də Ceyhun mənim qeyd elədi ki, bir kəmər, bir yol layihəsi, eləcə də digər layihələrin bir araya gətirilməsi və Çinlə Azərbaycan arasında bu iqtisadi əlaqələrin genişləndirilməsi həm də region üçün çox mühüm töhfələr verəcək. Öncə bu baxımdan mən sizdən soruşmaq istərdim. Ümumiyyətlə, son illərdə əldə olunan nailiyyətlər hansılardır ki, məhz elə bugünkü bu görüşlərdə də onlar məhz masada müzakirə olundu? Məmnuniyyətlə. Hörmətli Ceyhun müəllim, Çin və Azərbaycan arasındakı əlaqələr, siyasi əlaqələr, iqtisadi əlaqələr bununla bağlı fikirlərini səsləndirdi və mən də istərdim Ceyhun müəllimin fikirlərinin davamı olaraq, eyni zamanda sizin, Namilə xanım, sizin fikirlərinizin davamı olaraq Azərbaycanla Çin arasında indiki halda iqtisadi əlaqələr çox genişdir. Azərbaycanın ticarət dövriyyəsində Çin 4-cü yer tutur. Çox önəmli bir göstəricidir. Deməli, ticarət dövriyyəmizin 17,9%, üzr istəyirəm, idxalımızın. İdxalın 17,9%, Çinlə həyata keçirilir. Ticarət dövriyyəmizin
7,9%, 4-cü yerdədir ticarət dövriyyəmizdə. Və əgər 2023-cü ildə deməli ticarət dövriyyəmiz 3,1 milyard dollar idisə, 2024-cü ildə 3,7 milyard dollar və yanvar-fevral təkcə 2 ay ərzində 745 milyon dollar isə ticarət dövriyyəsi olub. Və bu 4 milyard dollara çox güman ki, ilin axırına qədər bu 4 milyard dolları keçəcək. Və bu nədən xəbər verir? Hal-hazırda Çinlə Azərbaycan arasında çox geniş iqtisadi əlaqələr mövcuddur. Əlbəttə, bunun əsasları var. Birinci, ən önəmli əsas ondan ibarətdir ki, Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi tanınır. Eyni zamanda, yəni ticarətdə, iqtisadiyyatda ən önəmli məsələ etibarlı tərəfdaş olmasıdır. Azərbaycanın digər fikirlərdə səsləndirəcək. Digər tərəfdənsə, yəni eyni zamanda nəyə vurulamaq istərdim? Azərbaycan daimi Çinin ərazi bütövlüyünü dəstəkləyib. Və məlumdur ki, orada Tayland sualı var. Azərbaycan beynəlxalq hüquqa çox hörmətlə yanaşır və iqtisadi əməkdaşlıq çərçivəsində daima Azərbaycan bərabər hüquqlu bir tərzdə işlərini qurmağı bacarıb. İndi Azərbaycanla Çinin münasibətlərinin daha önəmli faktorları nədən ibarətdir? Məhz dünya iqtisadiyyatında ən önəmli bir dövlət olan, dünya iqtisadiyyatında bəzi sahələrdə birincidir və ümumən götürdükdə isə dünya iqtisadiyyatında ikinci bir ölkədir. Belə bir ölkənin Azərbaycana maraq göstərməsi. Biz onun bəzi istiqamətlərini dedik, digər tərəfdən. Artıq məlumdur ki, iqtisadiyyatda, müasir iqtisadiyyatda ən mühüm faktorlardan biri nəqliyyat logistikasıdır. Və indi Çinlə Avropa arasındakı ticarət dövriyyəsi 1 trilyona yaxındır. Və bu 1 trilyona yaxın olan dövriyyənin ən başlıca hansı deməli nəqliyyat vasitələrindən və hansı logistik imkanlardan istifadə edərək tez bir zamanda bu ticarət əlaqələrini həyata keçirsin. Yəni konkret olaraq yük daşınmanı. Və məlumdur ki, ənənəvi ənənəvi yollar var, okean vasitəsilə daşınma. Ancaq Bakı-Tbilisi-Qars dəmir yolu açıldıqdan sonra deməli Çindən Londona qədər olan yük daşınma 17 günə başa gəlir. Bu çox önəmlidir. 65 gün hara, 17 gün hara. Deməli, iqtisadiyyatda da bu dövriyyənin tezləşməsi çox bir səmərəli daşıyır. Digər tərəfdən, təkcə o vaxt etibarilə yox, eyni zamanda təhlükəsiz. İnvestor öz yüklərini, öz investisiyasını, öz kapitalını birinci növbədə tez bir zamanda dövriyyədə görmək istəyir. İkinci növbədə isə təhlükəsiz bir şəkildə. Hər ikisi imkanlar Azərbaycanda var və bu imkanı Azərbaycan, bu reallığı Azərbaycan yaratdı. Bayaq siz də qeyd etdiniz, hörmətli Ceyhun müəllim də qeyd etdi. Kəmər yol layihəsi. Kəmər yol layihəsində Azərbaycanın yaratdığı reallıqlar olmasaydı bu iqtisadın bir məna kəsb edə bilməzdi. Bakı-Tbilisi deməli Bakı-Tbilisi-Qars dəmir yolunu deyirik. Digər tərəfdənsə bu Transxəzər vasitəsilə həyata keçirilməlidir. Xəzər dənizinin yəni Ələtdə, Xəzər dənizinin sahilində beynəlxalq dəniz ticarət limanı. Yeni Bakı dəniz ticarət limanı və bunun yük daşınma qabiliyyətinin getdikcə daha da artması. Digər bir məsələni deyəcəm, elə ki, yük daşınmadan söhbət düşdü. Əgər bir neçə il bundan, 2 il bundan öncə Çindən Avropaya 11 vaqon daşınırdısa, bu deməli artıq 2000 vaqonu keçibdir. 2000 vaqon qatar. Və bunların özü onu göstərir ki, artıq Çinin Azərbaycanla əməkdaşlıq etməsinin və bu əməkdaşlığın daha da genişləndirməsinin konkret olaraq iqtisadi əsaslı var. Dayanıqlı iqtisadiyyat var, qarşılıqlı bir-birinə olan addımlar var. Həm siyasi platformada, həm də iqtisadi platformada. Və bu iqtisadi əlaqələrimizin daha da genişlənməsi, daha da konkret bir müstəvidə cərəyan etməsinin ən başlıca istiqamətlərindən biri də keçən il Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkə prezidenti cənab İlham Əliyevin iştirak etməsi, Çin Xalq Respublikasının rəhbəri ilə görüşməsi və orada strateji əməkdaşlıq bəyannaməsinin qəbul olunması. Bax, bundan sonra da bizim iqtisadi əlaqələrimiz daha da genişləndi və ən nəhayət
bayaq bir daha istinad edirəm, siz söhbət açdınız, yəni fikirlərinizi səsləndirdiniz və bugünkü qəbul olunan sənədlər çox əhəmiyyətli sənədlərdir. Doğru. Bu sənədlər bütün sahələri əhatə edir, Ceyhun müəllim də qeyd etdi. Humanitar sahəni və hətta siyasi əlaqələrimizin konkret istiqamətləri. Yeni Azərbaycan Partiyası ilə Çin Komünist Partiyası arasındakı əməkdaşlıq, yəni hətta deyəndə ki, elə əsas məsələlərdən biri də odur. Və bu sahədən tutdun, deyək ki, Heydər Əliyev fondu ilə, Nizami fondu ilə əməkdaşlıq, yəni bütün sahələri əhatə edir. İndi çox güman ki, vaxtımız olacaq, biraz da bizim bərpa olunan enerjilərlə bağlı. Mən o məsələyə birazdan qayıdacağam və siz doğru qeyd elədiniz əslində Aydın müəllim, çünki burada həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu mühüm rol oynayır və bu əlaqələr daha da möhkəmlənir və belə bir məsələ də var Ceyhun müəllim. Pekin Cənubi Qafqazda yalnız Azərbaycana etibar edir və bu çox əsas mühüm məsələdir, çünki Cənubi Qafqazın lider dövləti Azərbaycandır və bu baxımdan mən toxunmaq istəyirəm iki dövlət arasında imzalanan strateji tərəfdaşlıq sənədinə. Çünki bu sənəd çox mühüm sənəddir. Burada çox vacib məqamlar yer alıb. Elə öncə istərdim ki, o barədə də danışaq. Ümumiyyətlə, bu strateji tərəfdaşlıq sənədi iki ölkəyə nə verəcək? Birinci Namidə xanım, sizin verdiyiniz sualın əvvəlinə gəldikdə, bugün Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Yəni, bugün uzun illər ulu öndərin əsasını qoyduğu cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün istiqamətlərdə öz uğurlarını təmin edib. Bir müddət bundan əvvəlcə digər Cənubi Qafqaz respublikaları haqqında müxtəlif fikirlər söylənilirdi. Amma zaman göstərdi ki, o strategiya ona apardı ki, nəinki Cənubi Qafqazda, ümumiyyətlə bölgəmizdə və deyə bilərik ki, yaxın şərqi də götürdükdə bu ərazilərdə Azərbaycan böyük bir güclü dövləti aktora çevrilib. Baxın, indi bizim mövzumuz biraz fərqli olsa da, yaxın vaxtlarda İran prezidenti, İsrailin baş naziri, Suriyanın hazırki lideri, bütün bunlar nə dərəcədə Azərbaycanda uğurlu bir xarici siyasətin həyata keçirildiyini göstərir. Yəni, Azərbaycan getdikcə öz nüfuzunu artırır. COP29 indi o sənəddə də toxunuldu. Yəni, bir çox layihələrdə artıq Azərbaycan fəal iştirak edir. Avropanın 12 ölkəsinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Və bugün imzalanan sənədə gəldikdə 20 sənəd imzalanıb ümumilikdə. Bu kifayət qədər böyük sənədlərdir. İndi biz bu səfərlərdə cənab prezident gedərkən, bizim ölkəmizə gələrkən sənədlərin imzalandığını görürük. Əslində imzalanan sənədlərin sayı da, mahiyyəti də bu əlaqələrin hansı müstəvidə olduğunu göstərir. Xüsusilə də hər tərəfli strateji tərəfdaşlıq haqqında sənəd bütün istiqamətlərdə əlaqələrin inkişafını nəzərdə tutur. Yəni, biraz bundan əvvəl Aydın müəllim qeyd etdi onu. Yəni, Azərbaycan Çinin ərazi bütövlüyünü, Çin Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və bunu bütün platformalarda dəstəkləyir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın burada fəal bir dövlət kimi rol oynamasını, Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü və bütün bu beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyir və bu sənəddə həm təhlükəsizlik, eyni zamanda elm sahəsində, kənd təsərrüfatı, turizm sahəsində, ümumiyyətlə iki tərəfli əlaqələrdə nəyi inkişaf etdirmək olar, bütün o məsələlər bu sənəddə əksini tapıbdır. Yəni, bir növ iki dövlət artıq müttəfiqlik mərhələsinə giribdir və strateji müttəfiqlik, yəni strateji hər tərəfli tərəfdaşlıq həm də Çinin Azərbaycana verdiyi önəmin göstəricisidir. Bilirsiniz, indi Azərbaycan təbii ki, öz keçdiyi tarixə görə, 30 ildə əldə etdiyi uğurlara görə çox böyük bir məsafəni qət edib. Amma mən biraz bundan əvvəl də qeyd etmişdim. Yəni, Çin kimi bir dövlət, sizin də qeyd etdiyiniz kimi özünün tərəfdaşı olaraq Azərbaycanı görür.
və Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir. Yəni bu gün əslində Çinin heç də bütün dövlətlərlə əlaqəsi hamar deyil, bu müstəvidə deyil. Amma Çin Azərbaycana bu önəmi verir, Azərbaycana bu dəyəri verir. Hətta baxın, yəni vətəndaşların vizasız gedib gəlməsi məsələsi asan məsələ deyil. Tərəflər bu barədə də razılığa gəldilər ki, yəni vizasız müəyyən müddət ərzində gediş-gəliş mümkündür. Bu özünü iqtisadi sahədə, bu özünü siyasi sahədə, bu özünü hərbi sahədə, indi baxın. Hətta orada bir məqam da vardı. Tərəflər terrorizm, separatizm və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədd olduğunu da qeyd ediblər və elə o sənəddə də bu məsələlər mühüm yer tutub. Yəni bir mənalı. Baxın, indi mən bayaq demək istəyirdim. Azərbaycan Pakistandan Çinin Pakistan istehsalı olan hərbi təyyarə aldı. Bu asan bir məsələ deyil. Qaldı ki, terror məsələsinə və bu sənəddə müzakirələrdə də gedir. Bilirsiniz ki, bu növbəti illər, hazırki dönəm prioritet məsələ təhlükəsizlik məsələsi olacaq. Yəni baxın, bizim ətrafımızda dünyamız bugün getdikcə təhlükəsizlik məsələsinə daha da önəm verir. Terrordan əziyyət çəkir. İkili standartlar var. Bugün dünya nizamı dağılır, yeni nizam qurulur. Və Azərbaycanda mövqeyi ondan ibarətdir ki, vahid Çin, yəni Çinin bölünməzliyi, Çinin ərazi bütövlüyü də Azərbaycanın xarici siyasətində və yanaşmasında özünü göstərir və Çin də eyni dəstəyi Azərbaycana göstərir. Mən təşəkkür edirəm sizə Ceyhun müəllim və son olaraq Aydın müəllim sizdən soruşmaq istəyirəm ki, bərpa olunan enerji ilə bağlı. Çünki bu səfər zamanı bildiyiniz kimi COP29 məsələsi də müzakirə olundu və onun belə deyək Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbirdə əldə olunan nailiyyətlər də xüsusilə qeyd olundu. Yəni bərpa olunan enerji iki ölkə arasında bu məsələlər necə tənzimlənəcək? Yəni istəyirəm bu barədə danışaq. Birinci növbədə qeyd edək ki, COP29 çox yüksək tərzdə Azərbaycanda keçirildi və bəzi Avropa ölkələri bu tədbiri belə deyək ki, biraz gözdən salmağa çalışırlar. Ancaq Çin böyük dəstək verdi və çünki bu dəstək verməyin özünün də yenə deyək ki, səbəbləri var. Çünki Azərbaycan deyək ki, iqlim dəyişikliyi ilə bağlı, ekoloji proseslərin müsbət cərəyan etməsi ilə bağlı layihələr ortaya qoyur, addımlar atır. Elə bu sıradan olan bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi və alternativ enerji mənbələri və bunun təkcə daxili bazarı yox, eyni zamanda ixrac olunmaqdan ötəri də Azərbaycan bu layihələri ortaya qoyur. Bu sahədə də Azərbaycanla Çinin deyək ki, mövqeləri üstə düşür və ölkəmizin çox böyük bu sayədə resursları və potensialı mövcuddur. Bizim bərpa olunan enerji potensialımız həmin külək, deməli, günəş enerjisi və hidroenerji. Birlikdə, bütövlükdə götürdükdə, hər birini götürdükdə 8 megabayt dəyərləndirir. Çox böyük mənbə, deməli, rəqəmdir. Və bu sahədə də artıq əməkdaşlıq olunur və alternativ enerji, xüsusilə külək enerjisinin alınması ilə bağlı texnoloji sahədə əməkdaşlıq edirik. Çinin müasir texnologiyalarını Azərbaycana gətirilməsi, bu da deməli bağlanılan müqavilələr və deyək ki, bu əməkdaşlıqda göstərilən sahələr arasında önəmli yerlərindən birini tutur. Yəni həmin bərpa olunan enerji sahəsində müasir innovativ texnologiyalar, deyək ki, infrastruktur layihələrinin həyata keçirilməsi bu sahədə və eləcə də digər sahələrdə əməkdaşlığımız nəzərdə tutulur ki, qeyd etdiyimiz üçün bunlardan biri də dünyanın özü üçün, gələcək iqtisadiyyat üçün, elə bugünkü iqtisadiyyat üçün önəmli olan alternativ enerji sahəsindəki əməkdaşlığımız. Mən hər kəsə təşəkkür edirəm. Təbii ki, bu səfər hələ uzun müddət biz bu barədə danışacağıq. Çünki orada Ceyhun müəllim də biraz öncə qeyd elədi, 20-yə yaxın sənəd imzalanıb və bu sənədlərin hər biri də ayrı-ayrılıqda çox mühümdür. Həm bizim üçün, həm də Çin dövləti üçün. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Belə xatırladım ki, real intervyuda qonaqlarım millət vəkilləri Ceyhun Məmmədov və Aydın Hüseynov idi. Biz real intervyuda Prezident İlham Əliyevin Çinə səfəri barədə danışdıq.